Şəbnəm xanım, biz bilirik ki, 2025-ci il keçən yayında imtahan oldu və bu imtahanda bir çox müəllimlər kəsildilər. Amma 2026-cı ilin yay aylarında təxmini bilmirəm bu iyul, avqust ayında olacaq, bunu daha dəqiq siz bilirsiniz. Onlara, yəni kəsilən müəllimlərə yenidən şans verilir ki, onlar yenidən imtahan versinlər. Əgər yenidən onlar kəsilərsə, aqibəti necə olacaq və bu kəsilənlər üçün yenidən bir vakansiya yerləri ayrılacaqmı? Təbii ki, vakansiyalar məktəblərdə boş olan yerlərə görə təyin olunur və bu il əgər ikinci şans verilən müəllimlər yenə təkrar imtahanda kəsilərsə, artıq onların işlərinə xitam veriləcək, yəni əmək müqavilələrinə xitam veriləcək və məktəbdən uzaqlaşmaq məcburiyyətində qalacaqlar. Bəli, bu vakansiyadırmı? Yeni boş yerlərdirmi? Əlbəttə ki, yəni o boş qalan yerlərə təbii ki, vakansiya olaraq Təhsil Nazirliyi böyük ehtimal ki, açıqlayacaq və mərhələli olaraq müəllimlərin qəbulunda say artmış olacaq. Yəni biz hər il müəyyən rəqəmlər çıxır. Standart bir rəqəm yoxdur. Məsələn, il var ki, 15, 25, 30, 50 vakansiya yer çıxır, biologiya üçün danışıram. Bu il böyük ehtimal ki, heç görmədiyimiz qədər vakansiya olacaq. Yəni biz görmədiyimiz qədər vakansiya görəcəyik bu il.